Əssəlamu aleykum və rəhmətullah. Bilsən Hekayələrin əziz izləyiciləri, hər biriniz kanalımıza xoş gəlmisiniz. Bugün sizə Sabirabad rayonundan səslənirik, belə deyim. Bugünkü qonağım, mənim çox sevdiyim, dəyər verdiyim bir insanı qonaq elədim. Hafız Nəsibə Zeynalova. Nəsibə, xoş gəlmisən. Xoş gəldin. Necəsən Sevinç? Əlhamdülillah, sən necəsən? Elhamdülillah, mən də yaxşıyam. Dostlar, əslində Nəsibə ilə ilk dəfə belə bir şey eləyirik və ikimiz də çox həyəcanlıyıq. Bilmirəm bu videonun axırı, əvvəli necə olacaq, amma səmimi bir video olsun istədim. Ona görə necə deyim, bir sistemlə başlamadıq. İndi spontane olacaq, nə olacaqsa. Belə ilk öncə Allah razı olsun dəvətin üçün. Mən hal-hazırda Nəsibə Sabirabad rayonundayam. Çox gözəl bir mənzərədir və dedim ki, bu mənzərəni bir şey eləyək, fürsətə çevirək. Gözəl bir söhbət olsun bizim üçün. İzləyənlər üçün də inşallah elə olar. İlk öncə onu deyim ki, dostlar, Sabirabadın bu qədər gözəl bir yer olduğunu bilmirdim. Yəni, hətta dünən anamla danışanda da dedim ki, yəni, buranı biraz belə şey deyil də, köllüyün düzüqə, elə düzlük bir yerdir də, aram bölgələrindən. Amma o qədər gözəl yerlərə apardı ki, sağ olsun Nəsibə ailəsi, atası, anası, Allah razı olsun. Çox gözəl yerlər görmək nəsib oldu. Həm mənzərə açısından, həm mənəvi yerlər olsun, məscidlər olsun, qədimi məscidləri ziyarət eləmək, mənəvi böyükləri ziyarət eləmək nəsib oldu, həmin olsun. İlk öncə Allah razı olsun hər bir şeyə görə. Cümləmizdən. Belə deyim, Nəsibə, ilk sənə sual vermək istəyirəm. Keçən danışanda da demişdik ki, sən bildiyim qədərilə İslami bir, yəni ibadət əhli bir ailəyə doğulmuşsan. Hətta babaların, nənələrin. Çox gözəl bir şeydir. Məsəl üçün, indiki Azərbaycanda belə bir ailələr çox da yoxdur mənim bildiyim qədərilə. Həmişə onu düşünmüşəm ki, yəni İslami bir ailədə, ya ibadət əhli bir ailədə doğub böyüyən bir insanla, məsələn, mənim kimi sonradan İslama gələn bir insanın həyata baxışı, İslama baxışı çox fərqli olur da. Hər an yolculuğu təbii ki, özünə özəl və gözəldir, ayrı. Amma mən həmişə onlara belə şey deyirəm ki, məsələn, sizin kimi insanları belə gül bağçasında bir gül olaraq görürəm. Amma özüm kimi sonradan necə deyim, təqlidi imandan təhqiqi imana keçməyə çalışan insanları o bataqlıqda bir gül olaraq yetişməyə çalışan bir insan olaraq görürəm. Məsələn, sən necə qiymətləndirərsən öz uşaqlığın necə olub və sizin ibadət əhli bir ailədə böyümək necə bir şeydir yəni? Yəni, ilk öncə deyə bilərəm ki, bu bir lütfdür. Həqiqətən dünyada necə deyim, Allah Taalanı uşaqlıqdan qəlbində daşımaq, dilində daşımaq, Allah məni necə sevər düşüncəsi ilə, necə Allahı özümü sevdirə bilərəm düşüncəsi ilə böyümək çox gözəl bir şeydir. Bir o qədər də çətinlikləri var, düzdür, çətinliklər var. Çünki necə deyim, sən uşaqsan və bunları hələ necə deyim, anlamırsan, anlam yükləyə bilmirsən, yükləməkdə çətinlik çəkirsən və ailən sənə hədislə xitab eləyir, necə deyim, Allahın kimləri sevmədiyi ilə xitab eləyir. Bunun da öz çətinliyi var idi təbii ki də. Amma ki, indi dönüb geriyə baxdığımda düşünürəm ki, həm gözəl, həm çətin, bir o qədər də necə deyim, Allahın bir hədiyyəsi kimi görürəm. Yəni ki, uşaqlıqda həmişə məsələn atam mənə deyərdi ki, yalan danışma. Allah Taala yalan danışanları sevməz deyərdi. Mən onda necə deyim, düşünürdüm ki, mən hardasa, haçansa yalan danışsam, yəni Allah Taala məni necə deyim də, yəni Allah Taala məndən soyuyar, mən ondan uzaqlaşaram. Yəni belə yaşantımda gördüm ki, hə, uşaq vaxtından dindar bir ailədə böyümək mənim yetişkin bir daha yetişkin, daha olğun biri olmağıma necə deyim də, daha çox köməkli olur. Düzdür, yəni sonradan iman eləyən, sonradan İslamı tapan insanların bəlkə olğunluğu da daha çox olur. Mən bunu bilmirəm, inşallah indi onda səndən öyrənərik. Bunu bilmirəm. Amma ki, düşünürəm ki, olğunluq bir üst səviyyədə olur, düşüncə bir üst səviyyədə olur. Yəni imanın dadı başqa cür olur, daha şirin olur. Allahı qəlbdə, yəni bir fırtınadan bəzən keçərsən, əlində, qəlbində heç bir şey qalmaz, sadəcə Allah Taala qalar. Yəni dindar bir ailənin içində böyümək bəzən belə də olur.
Amma deyirsən, məsələn, sən dedin ki, bayaq məndə tədqiqə keçdi. Elə bir şey oldu. Təqviqən, təhqiqən. Hə, təhqiqə. Amma ki, deyim ki, məndə də o level oldu. Məsələn, ailən sənə deyir, bu hədis var, bu hədis var. Sən onu eşidirsən və o ailənin yaşantısında görürsən. Amma kitabdan öyrənmək başqa bir şeymiş. Yəni orada da həqiqətən baxırsan ki, hə, eşitdiyini kitabdan oxuyursan və sən onun qaynaqlarını, dəqiqliyini öyrənirsən və sən orada ikinci iman eləyirsən. İkinci qat inam təzələyirsən, necə deyim, ikinci qat, yəni üstə çevrilir inamın. Dostlar, bir şey deməyi unutdum. Biz Nəsibə ilə Şəbnəm İslam Kollecində tanış olmuşuq ilk əvvəl. O qeyd-qələləri belə kitablardan oxumaq və s. o ağlıma gəldi ki, mən onu qeyd eləməyi unutmuşam. Həqiqətən necə deyim, bir şeyi görməklə birəbir özünün araşdırıb yaşamağı çox fərqlidir. Bu istəyir İslami ibadət əhli bir ailədə doğulub böyüyəsən, istəyir yəni mənim kimi sonradan necə deyim də araşdıraraq öyrənmək. Məncə ikisinin də dadı çox fərqlidir. Ortaq nöqtəsi odur ki, yəni araşdıraraq öyrənmək, özünün birbaşa yolculuğu çox fərqlidir. Elhamdülillah. Allah ayaqlarımızı sabit eləsin bu yolda. Yəni həqiqətən çox gözəldir. Düşününə səni qaldıra biləcək bir səbəbin olmağı, tutuna biləcəyin böyük necə deyim də qüvvənin olması, ona inancının olması böyük bir nemətdir. Elhamdülillah mən Nəsibə gilə gələndə həqiqətən maşallah, bərəkallah onu gördüm. Ümumən bir süfrədə oturanda o Allah kəlamı etmək, Allahdan danışmaq, o qədərə imanı gözəl bir şəkildə hiss eləmək çox fərqli bir duyğudur. Bəzən necə deyim, belə cahil ortamda oluruq, yəni İslami cəhətdən cahildə. Hər şeyi maddəyə bağlayan insanlar olsun və yaxud nə kimi səbəblərə ilişib qalan insanlar olan, onda daha çətin olur. İnsan belə qəlbi fərahlamaq deyil də, daha da şey olur, necə deyim, narahat olur da belə. Siz nə demək istəyirsiniz mənə? Mən də sənin fikirlərinə qatılıram. Həqiqətən insanın Allaha necə deyim, Allahı həqiqətən tanımaq üçün etdiyi qayrət başqadır və onun lütfü də bir başqadır. Allah Taala sənə gözəl bir qarşılıq verir. Mən də sənin fikirlərinə qatılıram həqiqətən. İnsanın Allahı həqiqətən qəlbli tanımağı üçün etdiyi o qayrət, o necə deyim, addımlara Allah Taala həqiqətən ayrı bir qarşılıq verir, ayrı bir lütfu olur. Yəni təbii ki də yaşantımızla, yaşayacağımız, başımıza gələn imtahanlarla da Allah Taala bizi qəlbimizə özünü necə deyim, yerini daha da gözəlləşdirir, daha da imanımızı kamilləşdirir. Yəni ki, mənə də həmişə maraqlı gəlirdi ki, mən özüm dindar bir ailədə böyümüşəm, hər şeyi hazıra-nazır öyrənmişəm. Məsələn, atam, anam, bacım, qardaşım, işte nə bilim babam, babalarım, nənələrim, dayılarım. Hamısı mənə yəni yaşantısı ilə, sözləri ilə öyüd nəsihət oldular hər zaman. Mənə də maraqlı gəlir ki, görəsən bəs bu dindar olmayan, necə deyim, hazıra-nazır bir İslamı yaşamayan, bir yaşantıda olmayan insanlar necə Allahı tapıblar və onların o qəlbindəki iman dadı necə olur, yaşantıları necə olur. Və bu Allahı sonradan tanımaq, sonradan namazın içinə daxil olmaq və dini öz həyatına daxil etmək necə olur? Və o uşaqlıqla indikini qiyas etdiyində hansı həyatı daha çox özləyir, necə deyim, hansına daha çox qiymət verir, onu bilmək istərdim. Bunu da səndən soruşmaq istərdim. Belə deyim, mənim ailəm, öz ailəm imanlı biriklər. Yəni, elhamdülillah. Uşaqlığımdan belə yadıma gəlir, sən o deyirik, hər uşaq fitrət üzrə doğular. Daha sonra ailəsi və çevrəsi onu başqa yönə necə deyim, yönləndirər də. Həqiqətən də özüm uşaqlığımı xatırlayanda, ara-sıra anamın da dediklərindən, belə danışıqlarını xatırladığım oldu ki, həqiqətən inanclı biri olmuşam. Həmişə belə Allah Allah deyən biri olmuşam. Və yadıma gəlir, biz belə bir anam tərtərlidir. Biz 3 ay həmişə rayona gedərdik, belə tətillər. Yadıma gəlir, balacaydım da, 7-8 olardı yaşım. Belə nənəmin belə möhrü var idi və belə şey parçalar oldu, atlas rozluqa, belə döşəklərin, yorğanların üzünə qoyulan. Onun içində belə bükülüydü. Mən də həmişə bilirdim onun yerini, elə xatırlayıram.
Nəsə olurdu, məsələn, gedirdim elə lap axırıncı otağa, belə qaranlıq otaq idi. O belə möhrü belə açırdım. Qoyurdum qabağıma belə əlimi açıb dua elədiyimi xatırlayırdım ki, Allahım belə olsun, elə olsun. Sevdiklərimi qoru. Uşaq vaxtında o şey var idi məndə. Fikir verirəm, ancaq sevdiklərimi qoruması üçün, anamı, atamı özəlliklə qorumaq üçün çox dua eləmişəm. Məsələn, nəsə olurdu, Əlaqəm psixologiyam məsəl üçün anlamıram. Məsələn, nənəm xəstə idi və ya kimsə və sevdiklərimdən biri xəstə olanda Allaha belə dua elədiyimi xatırlayıram. Allahım, məni öldür, amma onlara bir şey olmasın da. Həqiqi bir qəribə dualar eləyirdim də uşaq ağlımda. Yəni sonra illər keçdi, əlhamdülillah, yəni o yolculuq uzundur. Qısa bir şəkildə deyim ki, çox dua elədim Allaha ki, ya Rəbbim, mən səni birinci yerə qoya bilmirəm. Səni birinci yerə qoya biləcək bir iman, bir sevgi mənə nəsib et. O minvalda, yəni subhanallah, ayağıma gəlib belə İslami videolar falan qabağıma çıxmağa başladı YouTube'dan da. Təsəttürlə əlaqəli, hicabla əlaqəli. Və 4 gün içində hicaba keçmək qərarı aldım mən. Və elə o minvalda həyatım dəyişməyə başladı. Təbii ki, yəni sonradan İslama keçən ailələr uşaqları belə birmənalı qarşılamırlar da. Uşaq belə nə qolmaq, mənim ailəm, yəni özəlliklə də anam 3 ay, yəni sözün əsl mənasında burnumdan gətirdi də mənim o təzə həyəcanlıyam, ətrafımda heç kim yox İslama dair, müsəlmana dair də, yəni yaşadığı bir şeyə dair. Ya uzun çabalıysam, məsələn, İlahiyyat məscidinə elə tanış olmaq nəsib oldu bir vəsilə ilə də. O detallar uzundur da, yəni ən qısa variantla deyim. Yavaş-yavaş ailən ilk başta səni anlamır təbii ki. Bizim şeydə mentalitetdə var da, yəni bu hansısa kuruğa düşür, belə deyirlər də, Vahabi mi oldu qızın və yaxud kiməsə görə mi örtündü falan. O qədər şey eşitdi ki bu qulaqlar. Amma ilk baş ağam çox üzülür. Sonra belə yavaş-yavaş görürsən ki, yəni Allah səni bir şeyə hazırlayır da. Bu incinmənə, qırılmalar səni daha da çox araşdırmağına vəsilə olur. Düz indi məndə elə oldu, bəzilərində Allah qorusun da, yəni tez düşüb dönməyinə vəsilə oldu, atılır və s. Amma elhamdülillah, Allah həmin olsun, çox həmin olsun. Məndə tamam əksinə oldu. Daha da belə dirəndim ki, yox, mən öyrənəcəm. Mənə bir yol aç Allahımda. Yəni dinini öyrənmək istəyirəm və s. kimi dualar edərək belə, yəni o araşdıraraq gəlmək belə çox qəribədir. Subhanallah. Bir şey öyrənsən, elə olur ki, bax, ikən nənənin dediyi bir şeydir. Və yaxud məsələn, atıram bismillahla başlamaq olsun. Nə bilim, sağ ayaqla evə girmək olsun. Sən bunların normal bir gözəl bir hərəkət olduğunu bilirsən. Amma öyrənəndə ki, Allah Rəsulunun sünnəsidir bu. Peyğəmbərimiz eləyib bunu sallallahu əleyhi və səlləm. Başqa bir level'a keçirsən də, başqa bir səviyyə olur səndə ki, vay be, yaşayaraq, öyrənərək yaşamaq çox fərqlidir. Yəni bunun dadı duzu da fərqlidir. İndi də məsəl üçün öyrənə, məsəl üçün sizin kimi ibadət əhli insanlarla, onların ailələri ilə tanış olmaq mənə vəbşə belə şey oluram. Həqiqətən bu qəribə deyirəm bu arada. Çox belə şükründən aciz qalıram. Deyirəm ki, Allah bizim torpaqlarımızda nələr var imiş. Yadıma gəlir, hətta elə bir gülməli şey var ki, Türkcell'in YouTube kanallarına baxırdı bu Uhre İstanbul falan da. Orada elə qadınların məclisləri olur da. Yadıma gəlir, onlara belə yazmışım ki, kaş ki Azərbaycanda da belə bir kurslar olaydı da, biz də gedərdik, öyrənərdik falan. Sonradan bir vəsilə ilə təbii ki, oxuduğumuz bu İslam kollecini tanımaq nəsib oldu. Digər kurslarımız olsun və s. Onlarla tanış olmaq nəsib oldu. Dedim ki, Allahım, subhanallah. Yəni öz vətənimdən nə qədər qiymətli insanlar var imiş, öyrənəcəyim yerlər var imiş. Yəni həmin olsun, Allah öz əlimizdəki o sərvətin qiymətini bilməyi nəsib eləsin. Həm İslama açıqdan, həm torpaqlarımız açısından ki, məsələn, öyrənərkən də onu ilk dəfə öyrənmişim ki, Həzrət Ömərin dönəmində Azərbaycana İslam gəlib, yanlış bilmirəmsə inşallah. Onun xəlifəliyi dönəmində İslam yayılmağa başlayıb Azərbaycanda. Yəni bunları biləndə, yəni insan şükründən aciz qalır, belə deyim də. Mənim hekayəm hələ ki belə deyə bilərəm. Ən maraqlısı bilsən nə olur? O sualı vermək istəyirəm nəsə məsələ. Məsələn də hər insan çətinlik yaşayır da və inanclı insanların baxış açısı, baxış bucağı fərqli olur. İmanlı insanların baxış bucağı fərqli olur. Məsələn, indi atıram da bir çətinlik yaşayırsan, o an nəfsimə ağır gələn bir şey də ola bilər və ya ailəvi bir şey ola bilər, hər hansı bir şəxsi də ola bilər. Məsələn, o an bir müsibət halında, bir mənfi vəziyyətdə olanda ilk necə özünə təşkilik tapırsan da, bir inanclı biri olaraq?
Elə bildim anam, atam haqqında soruşacaqsan ki, onlar necə birinci şey eləyirlər, də reaksiya verirlər. Amma özünü soruşdur. Mən necə deyim, bir çətinliyə girdiyimdə duyğularımı zirvədə yaşayan bir insanam iç dünyamda. Özümə qalsa, öz içimdə bəlkə də öz nəfsimə uysam, necə deyim, isyan eləyə bilərəm. Da qırğınlıq ola bilər. Amma ki, anamın, atamın öyrətdiyinə görə, necə deyim də, yəni uşaqlıqdan gördüyümə görə təslimiyyət və Allaha güvənmək. Həqiqətən məni qurtaran da, yəni son yaxın zamanda bir çətinlikdən keçdim və məni qurtaranda o oldu. Təslimiyyət, Allaha güvənmək və məni qurtaranda təbii ki də Allah oldu, vəsilədə bəzi yaxınlarım oldu. Mən necə deyim, o zaman anladım ki, həqiqətən tutunacaq ip yalnızca Allahdır. O imtahanı verən də, o çətinliyi verən də Allahdır və mənim ondan öyrənəcəyim bir şey var ki, demək ki, onu mənə verib. Yəni o sıxıntını mənə verib. Hər şey, yaxşılıq da, başıma gələn sevinc, necə deyim, təbəssüm də mənim üçün bir dərsdir. O anda da Allahı unutmayacağımı öyrəndim. Başıma gələn hər çətinliyin də, hər imtahanın da mənim üçün bir dərs olduğunu öyrəndim. Və bunu yaşayaraq öyrəndim. Hər zaman necə deyim, anam, atam mən balaca olanda, çətinlik içərisində olanda Allah böyükdür, Allah kərimdir deyərdilər hər zaman. Hər kəlmələri bu olardı. İlk kəlmələri, son kəlmələri hər zaman və dua eləyərlərdi. Mən bunu amma sadəcə izləyərdim. Bəlkə də qəlbimə oturmamışdı o anda imanıma. Amma özüm yaşadıqdan sonra elə gördüyüm üçün və mən onu təsdiqlədim. Dedim ki, həqiqətən də sarılacaq yalnızca Allahın ipidir, tutunacaq yalnızca Allahın ipidir. Bu da belə. Allah razı olsun. Həqiqətən elə öz nəfsimə deyirəm ilk öncə təbii ki. İnanclı olsaq, məsələn o necə deyim, düşlər demişim, ayarı tutura bilmirsən də, iş başdan bir müsibət anı gələndə, əminəm ki, yəni bunu izləyən insanlarda da olur. Yəni o an keçən ananla dedi və hikmət nəzəri ilə baxa bilmirsən də ki, bu Allahdan gəldi də sənə. Yəni sən ilişib qalırsan ki, nəsibə mənə bunu elədi və yaxud da filan kəsin ucbatından oldu. Amma hər halükarda onu sənə verən, onu vəsilələrlə bir yerdə sənə yaşadan da yenə Allahdır da. Onu həqiqətən görəndə insan qəlbi çox başqa bir səviyyədə mutmain olur ki, yəni bu vəziyyətə salan da mənə oldu, oradan çıxardacaq olan da olur. Başqa bir variantı yoxdur da. Hətta belə bir şey deyim, özün də bilsən, sadəcə belə paylaşmaq istəyirəm. Məsələn, bura gələndə bir şey yaşadım. Mən həqiqətən çox uzun bir durum idi da, vəziyyət idi. O vəziyyət başıma gəldiyi üçün yox ha. O an təslimiyyət göstərə bilməməyim mən o qədər incitdi ki, sadəcə bu duanı elədim ki, bura gələn kimi Allah mənim qəlbimə fərahlıq ver. Allah mənim qəlbimə fərahlıq ver. Sənə təslimiyyətimi artır da. Görürsən ki, mən burada çox acizəm. Görürsən ki, ilişib qalmışam bu mövzuda. Bir gün sənə necə deyim, keçən dərslərdə birinə Uzunzəyə buradan salam olsun. Uzunzəyə səhv eləmirəmsə. Dedi ki, Yaqub əleyhissalam necə deyim, Allah hər daim hüsnü-zənnə olur. Və onun da təslimiyyəti, Allaha qarşı hüsnü-zənnə ilə Allah ona Yusuf əleyhissalamı geri verdi də. Yəni o çox sevdiyi övladından. Bu minvalda həqiqətən o duamı eləyə gəldim bura. Subhanallah. Allah düşünürdüm ki, burada uzaqlaşa hara gedəcəm, bu həyatda fırlanacağım biraz. Belə bir məscid var ki, oranı görəcəm. Amma yəni həqiqətən Allah Teala elə yerlərə aparmağa nəsib elədi ki, elə mənəvi böyüklərin o üzrətə çəkildiyi yerlər olsun və s. onları görmək belə siz necə deyim, qəlbimdə o qədər yer açır ki, indi deyə biləcəyim, ifadə edəcəyim şeylər var, eləyə bilməyəcəyim, sadəcə öz qəlbimdə Allahla aramda olan şeylər var da. Yəni çox gözəl, çox şükründən aciz qaldım. Yəni yenə də gördüm ki, o vəziyyətə qoyan da Allahdır, oradan çıxardacaq olan da Allahdır. Yəni həmd olsun, Allah ona təslimiyyətimizi gözəl eləsin, rahat eləsin, asanlıqla eləsin. Həqiqətən çətindir, çox çətindir anında təslimiyyət göstərə bilmək, o hikmət nəzəri ilə baxa bilmək. Deməli, indi bilsən hara gəlmək istəyirəm. Çox çətin dönəmlərdən keçdimdəysən. Mən indi çox bəzi şeylərə şahidlik elədiyim üçün o çətin dönəmlərdən biri də sənin hafızlığa addım atmağın oldu. Bu arada, bilməm, videonun qabağında demişim ya yox, Nəsibə həm də Quran hafızıdır. O yolculuğun necə başladı, necə niyyətlə başladı? Məsələn, mən hələ də o hafızlığın ağırlığını çox dərk edə bilmirəm. Çox böyük bir şey olduğunu fərqindəyəm. Ən bəsitindən mən
əlavə bir sürə öyrənənə belə mən canım çıxır da, yəni həqiqətən çox çətin olur mənə əzbərləmək, onu yadda saxlamaq, hər dəfə namazda gücləndirmək. Amma başqa nəyə Quranı ərəb dilində əzbər bilmək, hətta məali ilə bildikləri də vardır illa ki. Sonuçta əzbərləyəndə onu da öyrədirlərdir deyə düşünürəm. Yəni bəs o yolculuğun necə oldu? Çətinliklərindən belə qısa-qısa belə desən çox gözəl olar. Belə. Yəni hafizlik deyəndə həqiqətən heç kimin ağlına asan bir şey gəlmir, asanlıq gəlmir. Təbii ki də çətindir. Havalı bir şey kimidir. Havalı bir şey. O Quran hafızı belə. Amma içini səndə. Amma içində böyük bir zəhmət, böyük bir necə deyim, çalışqanlıq, böyük bir səbir, böyük bir təslimiyyət və Allahla aranı gözəl tutmalısan ki, ayətlər zehnində dayana bilsin. Yəni elədiyin çaba, elədiyin qayrət köməyinə çatsın yəni. İlk öncə deyə bilərəm ki, qərar vermək heç də asan olmadı mənim üçün. Həqiqətən get gəl, hə yox. Çox düşündüm. Çox içimdə çox elədim. Götür qoy elədim. Mən elə bildim birbaşa eləmisən, girişmişsən. Yox, birbaşa girişmək üçün öküz ürəyi lazımdır. Yəni çox düşündüm, çox elədim həqiqətən və mən o çətinliyi gözə aldım. Hani deyirlər ki, bəs bunun unutduqdan sonra vəbalı var, işte cənnətin ilk qapısını açanlar da, işte cəhənnəmin ilk qapısını açanlar da hafizlərdir. Yəni necə deyim, Allaha düzdür, necə deyim, ümid və qorxu arasında, zaten yaşamda da o ikisi arasında olmalıyıq. Yəni bir düşün, ananın, atanın başına da günəşdən parlaq tac qoyulacaq. Bu da var işte. Yəni hafızlar sıratı yürümədən keçər deyirlər, yəni yerimədən keçər. Yəni bu gözəlliklər var. Çətinlikləri olsa da müjdəsi də çoxdur. Allah Taala'nın ona verəcəyi, necə deyim, o çabanın qarşılığında Allah Taala'nın ona verəcəyi hədiyyələr də çoxdur, həm bu dünyada, həm axirətdə və mən həqiqətən hafizlik içərisində Allah Taala'nın mənə olan lütflərini açıq-aşkar şahidi oldum. Yəni həqiqətən dualarımın nə qədər tez qəbul etdiyinin şahidi oldum. Qıldığım hacət namazlarının necə tez qəbul olduğunun şahidi oldum. Təbii ki də mənim üstünlüyümdən deyil, Quranın təmizliyindəndir, Quranın böyüklüyündəndir. Quranı kim oxuyursa Allah Taala onun yanında olduğunun şahidliyidir. Və mənim üçün çətin oldu, həqiqətən çox çətin oldu. Neçə il davam etdi hafızlığın? Yəni 2 il yarım, 2 il 5 ay əzbər, sırf əzbər oldu. 2 il 5 ayda onun təkrarını getdim. 4 il ondan? Hə, 4-5 il belə. Yəni qərar verirsən və sən o yol addım atırsan, arada təbii ki də buraxma istəkləri olur. Mən buraxıram, bacara bilməyəcəm, amma o anda içində bir şey var. Qurandan qopmaq istəmirsən. O içindəki o şey yapışıb Qurandan. Sən nə qədər istəmirəm desən, o şey yapışıb yəni Qurana. Buraxmır içindəki, yox, nəsibə sən bacaracaqsan. Və dayım mənə bir söz dedi, nəslimizin hafizi dedi. O söz məni çox ruhlandırdı, çox həvəsləndirdi. Hasan bizim tanış olduğumuz. Maşallah, bu arada dayısı da yəni çox, necə deyim, bəzi insanların üzünə baxanda maşallah bərəkallah, yəni məscidə gedəndə cümə namazına dayısı ilə tanışmaq nəsib oldu və salamlaşmaq. Həqiqətən belə ilk belə görəndə üzünü, belə insana belə güvən verən olur. Sonra dayından həqiqətən o hissi aldım. Allah ondan dünya axirət razı olsun, sabit etsin. Öyle de. Bunu qeyd istəyirəm. Dayımın o sözü mənə çox ruhlandırdı və Quranımın başına, çətin əzbərlədiyim o səhifənin başına yazdım. Nəslimizin hafizi, dırnaq arası yazdım. O söz mənə hər zaman, yəni çətin ana düşəndə, çətinlik çəkəndə o açırdım, o sözü oxuyurdum və məni çox ruhlandırırdı həqiqətən. Yəni məni belə çevirirdi o söz. Və mən başlayırdım yenidən əzbər eləməyə, təkrar eləməyə, əzbər eləməyə. Allah Taala və onda iman elədim ki, Allah Taala çabalayan hər kəsə həqiqətən çabaladığı şeyi verir. Mən boş otursaydım, hafizlik istəyirəm desəydim, Allah Taala mənim zehnimə ayətləri yazmayacaqdı. Amma yəni bir çaba edirsən, bir addım atırsan, bir hərəkət edirsən, zaten Allah Taala'nın istədiyi də budur. Qulun qayrəti, qulun çabası, qulun istəyi, qulun səbri, israrı. Yəni Allah Taala bunun qarşılığında sənə istədiyini verir həqiqətən də. Yəni duada da belədir, elə deyil. Yəni israr edə istəyirsən, Allah Taala sənə verir. Məsələn də indi bizi izləyənlərdən bəlkə onun ürəyində bir hafızlıq istəyi, arzusu var. Məsələn, o insanlara tövsiyə edərsənmi, hafızlıq olsunlarmı? Yoxsa məsələn, hansı yaş aralığından başlasınlar məsələn, sənə görə? Yəni əzbərləmək qabiliyyəti olsun,
öyrənmək qabiliyyətin olsun, həzm eləmək, yadda saxlamaq fərqlidir. Məsələn, sənə görə, sənin dünyandan, sənin gözündən necə məsləhət görəsən bu suallarınıza? Mənə görə, yəni dindar ailədə yetişmiş biri və dindar ailədə uşaq varsa, uşaqlıqdan necə deyim, Qur'ana təşviq edərəkdən böyütmək daha gözəldir. Yəni xırda surələr, 30-cu cüzdə balaca surələr var, az ayətli olanlar. Bir kəlmə belə olsa ərəbcə məsələn, Qurani-Kərimin içində olan əzbərləsələr, o Qur'anı daha tez əzbərləməyə kömək edir böyüdükdə. Yaş həddinə gəldikdə isə, yəni mən tövsiyə edərəm ki, 20'li yaşlarda səbir daha çox olur insanda. O bir şey istədiyində onu alıb qopardıb özünün etmək çabası daha çox olur insanda. Yəni istədiyi üçün çalışmaq istəyi daha çox olur. 20'li yaşlar, 15-16 yuxarı plus və plus. Amma deyim ki, belə 30'lu yaşlarda etmək istəyən varsa, 30-cu cüzdən başlaya bilərlər. Çünki orada xırda surələr var, hani necə deyim də, həvəsdən düşməməkdən ötürü xırda surələrdən başlayıb. Zaten hər kəs əzbər bildiyi ayətin, surənin hafizidir necə olsa da. Yəni edə bilməyənlər də üzülməsinlər təbii ki də, o sevdanı ürəklərində qorusunlar, daşısınlar qiyamətə qədər. Əlbəttə onun da bir qarşılığı vardır, əcri vardır, Allah Taala'nın bir hədiyyəsi vardır. Sadəcə bu dünya içərisində necə deyim, çabalamaq içərisində olsunlar. Onu əldə edə bilməsələr də daima o yolda olduqlarını Allah Taala'ya isbat eləsinlər. Allah Taala'ya necə deyim, göstərsinlər ki, mən düzdür, ola bilmədim, bacara bilmədim, amma istədim, çalışdım, çabaladım. Təbii ki də versə də ondandır, verməsə də ondandır. Hər şeyin ən yaxşısını bilən Allahdır. Amma deyim ki, o istəyin belə Allah qatında həqiqətən bir hədiyyəsi vardır, lütfu vardır. Yəni o sevdadan, necə deyim, heç vaxt vaz keçməsinlər istəyənlər. Belə bir şey var, bir cümlə oxumuşam, o çox sevirəm onu, belə çətin anlarımda xatırladığımda. İnsanlar sənin nəticənə baxar. Allah amma sənin sadəcə çabana baxar. Eynən. Həqiqətən bu həyatda da məsələn bir şeylər eləyəndə məsələn elə olur valideynlərimizi müsmail eləyə bilmirik və yaxud nə bilim yoldaşımız ola bilər, övladımız ola bilər. Yəni insanda hər dəfə bir narahatlıq qalır da yəni. Amma Allah deyir ki, mən sənin çabana baxıram da. Sən nə qədər qayrət etdin, nə qədər çabaladın. Bu çox gözəl bir şeydir. Allah həmin olsun ki, yaxşı ki Allah bizi qullarının ümidinə buraxmır. Yəni həqiqətən bu bizi ən çox sevən valideynlərimiz belə olsa, mən hər zaman ona şükür edirəm ki, Allah bizi heç kimin əlinə buraxmasın yəni. Sadəcə o dəyərlənsin, o qiymətlisin. Qulları zaten bir yerdə sevəcək, bir təsdiq eləyəcəklər. Yetər ki, bizim Allahla bağımız güclü olsun. Belə bir dəqiqə gülməli sual vermək istəyirəm və həmişə məsələn hafız deyəndə şey ağlıma gəldi ki, məsələn indi mən bir ayət oxuyacağam ərəbcə, Quranın hər hansı bir yerindən də. O an belə davam eləyə bilirsinizmi, yoxsa nətər olur o sistem? Məsələn, mən indi bir ərəbcə oxusam, məsələn də indi Quran haqqında indi təbii ki, qısa surələrdən demərəm. O mən bilirəm ki, sən haydi bilərsən. Məsələn, elə bir şey olurmu? Yəni elə hafızlığın fərqli növləri varmı? Mən belə eşitmişim ki, dəmir hafız və s. də deyirdiz. O ona o kateqoriyaya mı daxildir mənim dediyim. Məsələn, deyirəm bir yerdən. O davam elətdir. Çox havalıdır bu arada. Eləyə bilirsən sən onu, yoxsa necə sistem olacaq hafızlar arasında? Yəni o hafizin səviyyəsinə qalan bir şeydir. Təbii ki də sənin dediyin kimi hafızın mərtəbələri də var. Məsələn, Qurra hafızlar var. Onlar bütün qiraət edə bilən hafizlərdir və hardan soruşsan oradan oxuya bilənlərdir. Dəmir hafızlar da var. Quranın nöqtə vergülünə qədər hər şeyi bilən. Amma bəzən də elə bir səviyyə olur ki, əzbərləyirsən, necə deyim, əzbərləyirsən və sən o səhifədən əminsən, oxuyurlar, amma sən onun davamını gətirə bilmirsən. Və işte həyəcan ola bilər, necə deyim də, özünü itirmək ola bilər, özünə güvənsizlik bəzən ola bilər və sən o ayəti gətirə bilmirsən. Amma bəzən olur ki, sənə sual verirlər ayəti, məsələn, məndə keçən səfər yaşandı, dayım məndən Alə surəsini soruşdu, mən bastım, oxudum, getdim yəni, dayım da belə qalıb ki, necə oxudu, dayım özü də Quran oxuyandı. Digər dayım. Yəni dayım belə qaldı. Mən özüm də özümə belə şok oldum ki, mən bunu necə elədim də. Demək ki, yəni insan bəzən olur, yəni Allah Taala açır bəzən. Bəzən olur ki, amma oxuya bilmirsən. Yəni o da Allah Taala'dan olan bir şeydir bəlkə də. Olur, yəni sən dediyin kimi olur həqiqətən. Və o sən orada hafiz göyə uçmaq istəyir. Özünü göylərdə hiss eləyirsən. Qəlbin bir səni o anda ondan başqa heç bir şey necə deyim, sevindirə bilmir. Məsələn, mən bunu elədim deyirsən. Elhamdülillah. Həqiqətən
ən basitindən məsələn bizə belə qısa surələri bilən biri olsun və hər hansı bir Quranın ortasından məsələn içində biz surələri biliriksə, deyəndə biz tamamlayanda bir özümüz belə uçuruq. Mən bildim də və ərəbcəsini tam olaraq dedim falan. Düşünürəm yəni hafız olan bir insan üçün nə gözəl bir duyğudur Eynən, da. çox gözəl bir duyğudur. Elhamdülillah. Hava çox gözəldir bu arada. Eynən. Gün çıxır, batır. Söhbət eləmək istəyirəm. Amma müəyyən bir vaxt limiti olmalıdır təbii ki. İlk öncə Nəsibə yenə Allah razı olsun. Dəvətimi qəbul edin. Gəlin kanalıma qonaq olun. İnşallah gözəl olar, faydalı olmuş öyle. Mənə əlhamdülillah yenə faydalı oldu, hamd olsun. İnşallah bizi izləyənlərə də faydalı olar, gözəl olar. Təsirli olar. Eynən, həyatlarına gözəl bir yerə toxunmaq nəsib olar. Belə bizi izlədiyiniz üçün Allah razı olsun. Bizi izləməyi, kanalımıza abunə olmağı, bəyənməyi, paylaşmağı unutmayın. Onu Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuş ki, xeyrə vəsilə olan onu edən kimidir. Biz də burada həqiqətən Allahın dini üçün, öz dünyamızdan, öz baxışımızdan bir şeylər etməyə çalışırıq. Allahın izni Rəbbim müvəffəq eləsin, rızası dairəsində eləsin, xeyirlərə vəsilə eləsin. Belə son olaraq Nəsibə, sən nə demək istəyirsən bizi izləyənlər üçün? Mən də demək istəyirəm ki, yəni ən böyük bağınız Allahla olsun. Allahla aranızı gözəl tutun. Qəlbinizdə hər daim Allahı daşıyın. Allahı sizə xatırladan ortamlarda olun, o şəxslərlə bərabər olun. Amin. Və dua, qəlbinizdə hər zaman dua olsun ki, duanızda və qəlbinizdə hər zaman ovucularınızın arasında o dualar olsun ki, yəni ya Rabbim bizim canımızı müsəlman olaraq al. Yəni Peyğəmbərlərimizin salihlərlə birlikdə həşrək. Eynən. Yəni peyğəmbərlərin dualarıdır. Onlar etmişlər və o duanın qarşılığını almışlar. İnşallah biz də onların yolundan gedək. Amin. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullah. Bir dakika bakayım salamlayayım. Güzel diyeyim. Soğusun da sesi Allah. Mamya karma gibi bari. Mama buraxmayıblar, ona görə elədilər. Yaxşı buraxmayıb, yoxsa videomuza düşəcəklər. Düşsün, əsas səs düşməsin. Neyse inşallah yaxşı olaracağım. Bir də başlayalım. Allah'ım sen yardım et ya Rabbil Alemin. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Sağlık. Bizim çekmememiz ayıp olmaz. Tamam. Yaklaşık. Bizim çekmememiz ayıp olmaz. Tamam. Yaklaşık. Hafız sen ben değilim. Dayan. Sonra koymazsan dayan.